İbranilərə məktub 1-ci fəsil. Allahın oğlu mələklərdən üstündür. Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət eləmişdi. Amma bu axır zamanda o bizə oğul vasitəsilə müraciət elədi. Onu hər şeyin varisi təyin eləmişdi və onun vasitəsilə kainatı yaratmışdı. Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O, hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin eləyəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu. Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu. Axı, Allah mələklərin hansına nə vaxtsa sən mənim oğlumsan, mən bugün sənə ata oldum, yaxud mən ona ata, o isə mənə oğul olacaq demişdi. Yenə də Allah ilk doğulanı dünyaya gətirəndə deyir, Allahın bütün mələkləri qoy onun qarşısında səcdə eləsin. Mələklər barəsində isə deyir, öz mələklərini küləklərə, öz xidmətçilərini yanar oda döndərir. Amma oğul haqqında bunu deyir, ey Allah, taxtın əbədilik sonsuza dək qalır. Sənin şahlıq əsan insaf əsasıdır. Salihliyi sevib qanunsuzluğa nifrət eləmsən. Ona görə Allah, sənin Allahın sevinç yağı ilə yoldaşlarından çox səni məhs eləyib. Yenə deyir, ya Rəbb, sən yerin təməlini əzəldən qurmusan. Göylər sənin əllərinin işidir. Onlar yox olacaq, amma sən qalacaqsan. Hamısı paltar kimi köhnələcək. Onları geyim kimi bükəcəksən. Onları paltar kimi dəyişdirəcəksən. Amma sən dəyişməzsən. İllərin tükənməzdir. Lakin Allah mələklərin hansına nə vaxtsa mən düşmənlərini ayaqlarının altına kətil kimi salana dəy sağımda otur demişdi. Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət eləmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?